Salam əziz izləyicilərimiz, informatikadan 10 suallıq sınavın izahına başlayırıq. Birinci sınavımız paytəxt proqramlaşmasına aiddir. Sınavımızın həllinə başlayaq. Deməli, S-in qiyməti 3-ə bərabərdir. Y-nin qiyməti 0,3 intervalına kimidir. S-in qiyməti burada hesablanır və sonda S-i çap edirik. Y-nin qiyməti, deməli, S-imizin ilkin qiyməti bərabərdir 3-ə. Y bərabərdir 0-dan 1 və 2 qiymətini alırıq. Sonuncu parametri nəzərə almırıq. Deməli, Y-nin 0 qiymətində S bərabərdir 2 vurulsun. S-in ilkin qiyməti 3-ə bərabərdir. Plus 0 bərabərdir 6-ya. Y-nin bərabərdir 1 qiymətində S bərabərdir 2 vurulsun. S-in qiyməti 6 plus 1 bərabərdir 13-ə. Y-nin bərabərdir 2 qiymətində S bərabərdir 2 vurulsun. S-in sonuncu qiyməti 13 plus 2, o da bərabərdir 26 plus 2 28-ə bərabərdir. İkinci testin həlini, test izahına keçirik. İnformasiyanın ən kiçik ölçü vahidi hansıdır? Birlik ən kiçik ölçü vahidi bitə bərabərdir. Ardıcılıq da bit, byte, kilobayt, megabayt, gigabayt, terabayt və sair şəklində gedir. Üçüncü testin izahına baxaq. Deməli, 16 sayısı verilmiş ədədə 10-luq sayısını ifadə edir. Deməli, 16-lıq sayı sistemində B 16-lıq. B 16-lıq 1 2 nəyə bərabərdir? 11-ə bərabərdir. 0 1 şəklini ifadə edirik. Açıq yazış düstur şəklini yazırıq. Deməli, 11 olsun 16 üstü 1 plus 11 olsun 16 üstü 0, o da bərabərdir. Deməli, 11 16'yı vurduqda deməli 176 plus 11 16 üstü 0 1'ə bərabərdir. O da bərabərdir. Deməli, 7 8 187 onluq ədəd olur. Sonraki misalımıza keçirik. Deməli, bu misalımız Excel-ə aiddir. Bunun həllinə başlayırıq. Deməli, A1 xanasına elə bir yazılmalıdır ki, hesablama icrasından sonra A2, C2 diapazonuna alınmış qiymətlərə görə diaqram bu şəkildə olmalıdır. Deməli, bura A2'ye bərabərdir, bura B2'ye bərabərdir, bu isə C2'ye bərabərdir. Qiymətləri yenə qoyub yazaq. A2 bərabərdir. Deməli, B1'in qiyməti 4 plus C1'in qiyməti 3 plus 3 bərabərdir 10'a. B2'nin qiyməti bərabərdir. B1 neçədir? B1 4 vurulsun. C1'in qiyməti deməli 3 plus B1'in qiyməti 4 minus 2, o da bərabərdir. Deməli, 4'ü vururuq. 4 vurulsun 3 4 7 7 7'dən də 2 çıxanda 5'ə bərabərdir. O da bərabərdir 20'yə. Deməli, C2'nin də qiyməti bərabərdir 2 vurulsun. Deməli, burada vurma işarəsi var. Texniki səhv kimi nəzərə alarsınız, zəhmət olmazsa. Son 2 vurulsun. A1'in qiyməti x-dir. Plus B1'in qiyməti 4. Çıxılsın C1 deməli 3. Çıxılsın 2. Bərabərdir. Deməli, 2 vurulsun x plus 1. Çıxılsın 2. Bu da bərabərdir. Bu da bərabərdir. Deməli, 2x plus 2 çıxılsın 2. Bu da bərabərdir. Bunlar gedir. Qalan yerdə 2x. Yine baxırıq ki, burada deməli 10 25% bərabərdir. 50 20'ye bərabərdir və buradakı C2'nin qiyməti də yəni A2'nin qiymətinə bərabərdir. Yəni biz buradan asanlıqla tapa bilərik ki, yəni 2 vurulsun 5 bərabərdir 10. Deməli, A1'in qiyməti 5'ə bərabərdir.
Keçək növbəti sualın izahına. Deməli, mikroprosesor əsas parametrlərini müəyyən edin. Piksellərin sayı mikroprosesorə aid deyil, monitora aiddir, qiymət aid deyil, çap sürət printerlərə aid deyil, tak tezliyi əlbəttə ki mikroprosesorlara aiddir, rəngdənlik isə bu monitorlara aiddir. Dəftər ifadəsi 256 simvol belə kodlaşdırılırsa informasiya həcmi necə bayt olar? Dəftər sözünə baxaq. 1, 2, 3, 4, 5, 6. 6 simvol var. 256 simvol əlifbada 8 bit. 8 bit bərabər 6 və 8-ində 48 bit. Neçə bayt olar? Bayt deyirsə bunu neyini 8-ə bölürük bərabərdə 6 bayta. Sonraki testimiz. Deməli, mətn sənədi daxilində kursordan sağda yerləşən simvolu silmək üçün klaviaturanın hansı klavişdən istifadə olunur? Kursordan sağdakı simvolu silmək üçün delete klavişindən istifadə olunur. Backspace isə soldakı simvolları silmək üçün istifadə edilir. 8-ci testin izahına baxaq. Burada nə deyilir? A4 xanasının qiymətini müəyyənləşdiririk. A4 xanasının qiymətini müəyyənləşdiririk. Deməli, burada B1, C1 diapazonuna baxırıq. B1, B1, C2 diapazonuna baxırıq. Buradakı ədədlərin cəmini tapırıq. 2 yazırıq. Deməli, sum 2 plus 4 plus 5 plus 7. Deməli, 6, 11, 11, 18. 18 plus A1'in qiyməti ona bərabərdir. Bərabər 8, 28. Deməli, A4 xanasının qiyməti 28-ə bərabərdir. Sonraki test izahına keçək. Deməli, nə deyilir burada? Verilənlər bağlısına aid bir misal həllidir. Mütləq biz mötərizələrə diqqət etməliyik. Mötərizə daxil əvvəlcə yoxlayırıq. İnformatikası ona bərabər olan sahələri tapırıq. İnformatikası ona bərabər olan sətirləri müəyyənləşdirək. İnformatikası 10. Deməli, 4 or xarici ona bərabər olan, xarici ona bərabər olan, deməli, 1, 3. 1, 3. Or bütün yazıları götürür. 1, 3, 4. Sonra ən nə deyir bizə? Məntiq 25'ə bərabərdir. And məntiq 25'ə bərabər olan 1, 2. 1, 2, 3. Deməli, 1, 2, 1, 2, 3 deyil. 1, 1, 2, 4. And orta olan hissələri götürür. Burada orta olan deməli sətirlərimiz 1 və 4-cü sətirlər olacaq. Sonuncu testin izahına baxaq. Deməli, sonuncu testin izahı HTML dilinə aiddir. Deməli, burada soruşur ki, siyahın növünü müəyyənləşdirmək. Bilməliyik ki, həmişə siyahın 2 növü var. Oil və oil. Oil nömrələnmiş siyahıdır. Oil isə nişanlanmış siyahıdır. Deməli, bizdə burada düzgün variantımız deməli oil nömrələnmiş siyahıdır. Li isə siyahın elementidir. İzahımız bu qədər. Hər hansı bir iradınız, hər hansı bir təklifiniz olsa bunu qəbul edirik və dəyərləndirəcəyik.